Hindi namuslu qüriyyətdə olublar. Gözəl. Sənə bir söz deyim bacı. Mən ikinci ailə qurmuşam. Mənə yoldu. Mən canlaşan ki, mənə yoldaşım adına mənə nələr deyirdi. Mən hamısına bilsən nə dedim? Dedim ki, 2 Martda böğürtkanlıq yolunda vaxt olub, yayda böğürtkan baha olub, siz 2 Martda olmuşsunuz. Ondan bu yana mənə heç kim yazmır. Çünki mən oxuya bilirəm, axı sən oxuya bilmirsən. Mən promo edim, git 2 Martda böğürtkanlığa gəl ondan sonra. Bunlar yazası bilsən kimdir? Ya sən tərəfin düşməni, tanıyan tərəf yazar. Əlbəttə, özü mən yazma. Bu biri. İkinci növbədə də ki, bacı, xəbərlərə baxsınlar. 2 aylıq körpəyə, 3 aylıq körpəni gətiriblər, zibilliyin yanına qoyublar. Bax, indi göstərir xəbərlərdə. Bax, 9-un xəbərlər başlayıbdır. 3 aylıq körpə Atabeydə gətiriblər zibili. Nə uşağıma atmamışam, nə bir şey. Deyiləm, ay gözəl. Sən bir sabahdan baxıram. ATV-də baxıram. TikTok'a baxıram. Hamıya baxıram. Sənə Zaur deyir, sənə çox istəyirəm. Ya hə, ya yox. Xoşundur. Qardaşımla barışmırsan suy paltarları. Oo, bu sənə istəyirəm. Qarşılıqlıdır bacım. Gözəl. Deyək. Hay can. Axşamın xeyir, necəsən? Axşamın xeyir, sağ ol. Sən nə tərsən? Yaxşı, sən o qədər belə hörmət edirəm, o qədər belə özgüvənli bir xanımsan ki, Çox sağ ol. heç kimə də fikir vermə, özün üçün yaşa, uşaqların üçün yaşa. Həmişə sənə baxıram. Çox belə özgüvənli bir insansan. Başa düşürsən, o hər insana qismət olmayan bir karakterin var. Yəni öz ailənə sahibsin, uşaqlarına sahib çıxırsan, özün üçün yaşay. Bu deyilmək həmişə var, həm üçün də deyirlər, onlar başqa hoşuma. Vallahi xanım, adımı da bilmirəm. Xoşbəxtliklər Allah duyuram. hamımıza deyirlər, vallahi hamımıza deyirlər o sözü. Bu da yazanlar ən çoxu xanımlardır. Tanıyanlar. Fikir vermir. Özünə bax, işin var, uşaqların yanında. Yox, bu bilsin ki, ay xanım, bunu oxuyan uşaqlar da, bunu anası, atası oxuya bilmir. Nə olsun ki, bunu oxuyan bir ki, uşaqlar o söz yazmaz, axı bu da uşağın beyninə oturur, uşağın da beyni, psixologu pozulur. Deyir, xeyr, anam üçün bu sözü yazırlar. Mədəniyyətsiz insanlar da onlara fikir vermə. Gözəl, çox şeylər uşaqları oxutma. Başlı görsən deyə oxurma. Gözəl, öpürəm səni, özünü müğayyət ol. Mən də öpürəm. Allah amanında. Allah Gözəl, aman. bir daha sana bir yaxşı sözüm, bir daha qəşin lezginka qoy. Qəşi oyna. Sən özün yorumları aç, sən mənə mod vermə, burada hamısı sənə bir daha pis söz yazan atacam bunlar. Uşaqlara oxutma, gözəl. Oynayanda baxırıq, biz deyil. Bax, Vəfa, mən sən həmişə güdürəm, hər gün səni güdürəm. Eşdirsən, gözəl. Qəşən yorumlar. Ay, niyə düşdünüz? Niyə düşdünüz? Bunlar mod gəldi ki, bunlar saldı. Ay, Elmar, gəl bu şey at, bunu niyə düşdü bu xanım? Oğlun nasıl? Hadi ha. O biri xanım da çıxsın da. Ulan niyə töküldülər ki yerə? Ay, gözəl. Kim at? Ay, can, mən də bilmədim. Çıxardım. Sən moddağı təmizlə, bir də uşağı saxla, bir də məni. Adem bir deyəcək, hamı istəyə atır. Ay, bala, bir dəqiqə deyən Hatta yaxşı adamlar atıyorsa, bir də qəşin lezginka qoy, ərazat qəşin oynayın. O işdən gəldi deyib yatmağa getdi yazır. Özün oyna da balalarına qəşin yanına qoy balaları oyna. O pis söz yazanlar elə əzizlərindən çəkir. Axşamın xeyir. Axşamın siyah. Hoş gəldiniz. Siz xoş gördük. Sağ Siz hansı rayondasınız indi? TikTok'ta diyor. Mən də belə. Qəbələdə, hə, Qəbələ yaxşı yer. Çox sağ olun. Devam edin. Zaur mənim ki, bizi gəldilər, çəkdilər. Yoldaşımı da. Deyən bir dəqiqə. Zaur mənim ki, Uşaqlara çox şey oxutma, gözəl. Bax, beyni zada pozulacaq, uşaqların sənin üçün ziyandır, gözəl. Aha, Zaur müəllim nə dedi?
Nizar müəllim gəl bizi çəkdilər, elədilər. Yoldaşımın iş yerindən də, məni də. Qəfildən gəldilər, müəllimciğim. Mən buna buradan təşəkkür edirəm. Nizar müəllimin Gün komandalarına. gəldilər. Dünən yox sırağayla, bir 2 gün olar. Biz iş yerində. Ay gözəl, sən çox istəyirsən zavallı. İndi bizi çağıracaqlar. Bilmirəm indi hava. Bizi çağıracaqlar. Ondan sonra bizi çəkdikləri verilişi köşəyə göstərəcəklər. İnşallah. İnşallah bir faydası olar. Çünki necə deyərlər, orada bax, mən Zahir müəllimin üzünə qayıtmamışam. Nə deyibsə bəli, baş üstə. Mən həqiqətən çox istəyirəm gözəl. Çox istəyirəm. Mən qardaşımı orada barışdırdım, qardaşım mənə düşman çıxdı. Dinən niyə? Qardaşımın canını açdı, qardaşım canını açdı burada, öyündə. Canını açandan sonra 2 dənə xanımlar canlısına qoşuldu. Ay bacım belə axlaqsızdı, ay belə bacım. Eşitmişəm hamısını, bilirəm. Ona buna niyə inanır ki? Bacısına güvənməlidir də. Pis şeylər danışırdım. Ay sağ ol. Qardaşım canını açdı, onun qeyriyyətin namusu. O olmadı, eləmədi, çalmadı o. Mən də ona görə də danışmıram qardaşımla. Ancaq gözəl, sənin gəlinin var gözəl. Sənin gəlinin həm də deyir ki, danışma, sakit deyən, ayıbdır, canlıdır, cəmaat eşidir. Səs demə, qardaşın danışırdı. Yo, qardaşım var, mənim doğma qardaşım. Çıxdı. Mən ay evə kişi salıbdı, ay getdi, ay elə getdi. Mən də bunu xəlbət deyib izləyirəm. Xəbəri yoxdur ki, gözəl məni nə tər izləyir. Mən baxıram o canlısına. Gözəl, sən ailə qurmamısan ki kişi ilə. Nicah eləməmisən ki. Təzə boşanı baxaq. Sənə qurban olum, mən nicaha girə bilmərəm. Təzə boşanı. Əşkə bir imza nəyi həll eləyir ki? Elə adamlar var imza atıb, nicahlı deyil, evdə yaşamırlar bir yerdə. Vallahi sən sözünü səsindən balaları şadlığına mən gəlinlik giydim. Mən həm də zakısına zadını gitmişəm. Boşanmışam. 2-ci ailə qurmuşam. Burada nə var ki ayıbçılığı? Heç nə yox. Bacım, mən yalan deyə bilmərəm. Mən alnıma astaladıq, düzət. Mən sosial yardım düzəldirəm deyənə, bu evdə birinci istaşlı işçi mənə, yoldaşım çaşlı işçidir da, elə belə leylidir. Mən gedib nicaha girə-girə sosialı düzəlsəm, onda bu sizə nətər deyim mən? Sən onlar burada çox demir. Sən onlar Yox, bu eşitsinlər, bu hamısı da eşitsinlər, mən gərəyimə deyil. Nicaha girə-girə, mən sosialı düzəlsəm, o necə deyirlər, o mənim hökumət işim. Düşməyəcək sənə. Mənim hökumət işim var, onun hökumət işi yoxdur axı. Çünki onda bu da işləsə böyünü qabağı açıq olsun. Ona görə də ki, onda mən getməliyəm, təzədən ərzə yazmalıyam, təzədən mən pul rusum ödəməliyəm, boşanmalıyam kağız üstündə. Bu qəbələdə belə də kağız üstündə boşanıblar. Nə qədərəsi boşanıb almayın sosiala görə. Ay gözəl. Bir dəqiqə, bax bir söz deyim də sənə incimə. Bu da boşanan çoxsu alimentdən başqa heç nə görmür. Valla bu Qurana and olsun. Məhkəmə özü, mən boşandım, məhkəmə özü aliment kəsildi. Bir uşaq 120 manat, 60 ona, 60 buna. Vermir indi ataları. Deyə gələm, gördüm ki. Yo, indi deyə gələm də, Qəbələnin özündə də qoy kayıt eləsinlər. Bu 120 manat aliment ödədi, mən dedim ki, göndərim geçsin uşaqları. Bir dəfə, 1 il göndərdim, 2 il göndərdim, 7 ildir boşandığım. Uşaqlar, anam göndərdim. Çox sağ ol hədiyyə üçün. Bir günlərim idi, uşaq ağlaya-ağlaya üstümə gəldi. Özü bildirib, bu vaxtı 2 il bundan qabağa. Uşağı göndərdim, 1 gün, 2 gün, uşaq divan da buradaydı, uşaq qaçdı, getdi. Elmar, dədə, gecə birinci mərtəbədəyim, axı bina evidir. Balkondan getdi, o balkondan, bu balkondan. Məhlənin ortasında bir şortik, bir mayka. Qışın qış çağında. Atam deyir ki, sən beləsən, əxlasızsın. Atam deyir ki, sən beləsən. Dədə, mən harada işləyirəm? Saat 9-un yarısı sizi məktəbə ötürürəm. 9 tamamda mən əlimdə sübükçə dırmı, bir də gəlirəm 6 tamamda. Gözəl, dırmaq nə?
şey deyirlər sizdə dırmaq. Dırmıq yarpaq dırmıq. Ha, dımırıq. Yarpaqları zadı dartıb yığırsan. Dımırıq dəmir dişli. Mən ləzgiyəm, ona yaxşı şeyləri. Bundan sonra bacı, vedrəni tıqqıldada 5-ci mərtəbələri süpürürdüm, pilləkənləri. Silirdim, uşaqları belə salınırdım. Bir dəfə, 2 dəfə göndərirdim. Məhkəmə qərar kəsməmişdi, mən göndərirdim. Bu sireyləri Zahir müəllimə təşəkkür edirəm, minnətdaram. Allah Teala Gülnar xanımı var eləsin. Allah Teala Gülnar xanımı canını sağ eləsin. Mən alimenti artırandan sonra indi nə qədər alan? 326. 3 dənə 100'lük, bir dənə də 26. Bu sırayla Yenə dağıtırmışam. azalırsan. Aliment yenə azalırsan. Gözəl. 2 uşaq. Neçə balam? 2 uşaq. Yenə azalır. Bak bu alimenti artırdım. Hatta bir de uşağı göndərirəm, uşaq ağlayır üstümə gəlir. Mən salamat göndərirəm, uşaq səlvərib üstümə gəlir. Bir dəfə, 2 dəfə, anam, bacım. Uşaq dedi ki, mama, mən səni tanımıram. Dedi, mən qabağıma yemək qoyuram, məktəb sumkası alam. Mənim başıma gələn heç bir anıya gətirməsin, heç bir anıya. Sənə baxıram, kim izləyirəm, paltarı uyuram, sən məktəbə yola salam, dərsinə maraqlanam. Mama, yox. Bir gün mənim bu uşağa əl alım. Bu uşağa dedim, dədə, nə oldu? Sənə kim... Gözəl, mənə bir dənə mod ver, yorumları aç. Açmıram, eyb yoxdur. Hə, bu təzənlə bu uşağı toğladan ki, anam belə axlasdı, dədəsinin nənəsi. Bir də əmsin. Bunlar uşaqları toğladarla anam belədir, anam küçələri süpürmür. Bir günlərim idi, subut elə. Eləyə bilmədi ki, uşaqlar da görüş verdirmirlər. 2 ildir. Ondan sonra vəkil mənə dedi ki, onlar iddia qalxılsın. Çox da yox. 2 saat, 1 saat. Ata oğlundan görüşər. 2 saat, 1 saat. Viso. Yaxşı eləmişəm. Məhkəmə mənə qərar verməmişdi. Mən çox sağ ol hədiyyə üçün təşəkkür edirəm. Məhkəmə mənə qərar... Angela dedi atan sana çək. Bilirəm, sağ olsun, təşəkkür edirəm. Cibi dolu olsa. Bax bacı, bax mənim başıma bu oyunu gəldi. İndi gələcəkdir da, Allahın qismətidir. Oğlum ölən əskəriyə gedəcək, salamat. Oğlum əskəriyə gedəcək. Kızım da böyüyüb kiməsə gedəcək. Qalacam evdə təmtək. Dedim bilin ki, kimsə mənə evlənmək deyər, ona ailə quraram. Lap necə deyərlər, zaqsa da girmərəm. Oturar evimdə, mən gidimdən yer, işdimdən işdir, qazanıb gətirər. Burada nə var ki? Ayıbçılığı Yoxsa yox. yoxdur, lap yaxşı eləmişsən. Tək qalmayacaqsan ki. Ay gözəl. Eşidirsən gözəl. Bax bu bacı da eşidir mənə. Qulaq as, sənə qurban. Mən 14 yaşımdan mənə qaçırdılar. Bax bu dəqiqə mənim uşağımın 18 yaşı var. Mən aliment ala bilirəm, gidib otur burası ya da heç nə. Bax mən bu dəqiqə gidib dəmirdümür yığıb satıram. Lirdə, açıqda, dəmirdümür yığıb satıram ki, nədir, balam üçün pul qazanır. Balam üçün pul olsun. Mən prosta, sən hər gün canına giyirəm, prosta elə şeylər yazırlar, orada adam əsəbləşir, adam nervlər. Niyə yazırsın? Ancaq yazan da qadınlardır. Əlbəttə. Yazanlar. Valla bacı, yazanlar çoxsu qadındır. Sən bilirsən ki, bu gözəl oxuya bilmir də, bu gözəli qız uşaqları oxuyur. Niyə bə uşaqlarına, psixoloquna pozğunluq verirsin? Görürlər ki, bunu Allah Teala görür ki, bəndəni, bəndə Allah görür ki, qurban olum Allaha. Bu milyon efrin içində, orada bax, Arzuda var idi. Orada, necə deyərlər, o gəlinin adı nədir? Ay yox, 5 uşağı atanın adı nədir? Zarina, bax orada Zarina da var idi, Arzu da var. Bizim qonşumuzda da bizim hələ mən Xaçmazda qalan bizdə 2 kənd oynamış.
Acaba Zarina da var idi. Ondan sonra Arzu da var idi. Anna da var idi. Orada ne kadar hanımlar var idi. O hanımların elinden tutmadı. Geldi benim elimden tuttu. Sevirəm dedim. Ben dedim sen istedim. Çünkü o beni nətər izledi. Ben kardeşimi orada barışdıranda o da orada olubdu. Benim haberim yok. Orada benim terbiyemi kanacağımı görübdü. Gözəl. Ya hə, ya yox. Səni Zaur, sən həqiqətən Zaur çox istəyir ha. Zar müəllim var, Qurana and olsun. Gözəl elə hamı çox istəyir. Gözəl elə hamı çox istəyir. Sevənləri Xanım, gözəli görə ki belə, gözəl. Ya hə, ya yox. Zar müəllim, mən ürəyimi istəsə ürəyimi verəcəm. Zar müəllim, desə ki, balaların qanı, mənim... Bir daha söyləyir gözəl. Qulaq az, səndən burada yazanlardan xahiş edirəm ki, cəmaatın körpələridir. Ana oxuya bilmir, ata oxuya bilmirsə qınamayın. Niyə cəmaatı uşaqlarına o sözləri yazırsa uşaqlar oxuyur. Sabah uşaqlar oxuduğuna problemdir. Yazmayın. Ağzınıza gələn yazıb ürək bulandırmayın. Oynayır. Nə pis hərəkət, ayıb deyil, açıq deyil. Geyinib keçən Adidas'ı oynayır. Nə oldu? Gidib lütlərə şir atırsınız, qəşəng hədiyyələr atırsınız. 1 manat, 2 manat pul atırsınız, daha da ürəyi sevindirməzsiniz ki bir kasıbın. Bu insan ürəyi sevinsin. Başka iki körpədir. Niyə ağzınıza gələn yazırsınız? Ayıb deyil. istəyənmir də. Ay gözəl, oxuya bilmirsən həqiqətən. Oxuya bilmir, nə gözəl. Nə deyim, anam, bacım, mən atam rəhmətə, Allah hamının ölənlərinə rəhmət, can sağlıq. Mən atam rəhmətə gedəndə, deyəndə atam rəhmətə gedəndə anama dedilər ki, bunlara yetim pulunu verilir. Yoxdur burada, yetim pulunu verilir. Yetim pulu ilə bunları anam evdə durdu, anam. Qonşular da bilir, o kiçik pləlin qonşular hamısı bilir. Dedi, əlin qoysun, qulağına anqırsın. Bak, anam məni də ki, anam bədbaxt elədi. İndi qardaşım da canını açıbdı. Ay qardaş, elə yaxşı idinsə, o 2 dənə xanım qoşulmuşdu. Niyə onları aşağı salmadın? Demədin ki, mənim bacımdan danışma. Bacım... Sənə bir daha xahişim, sən məndən böyüksən. Bax, ailə qurmuşsan, xoşbəxt olursan, xoşbəxtsən. Nə qardaşı adın çəkib, heç özü üçün keyf elə. Sən də bir daha o şeylər uşaqlara oxutmağa qoyma. Day, sən bu dəqiqə bundan sonra qardaş sağ olsun evində. Yox, sağ olsun evində, ata sağ olsun evində. Bax, xanım da özüdür. Nərgiz xanım, hansı qardaş gəlir, bacıya kömək eləyir? Var, bəzi qardaşlar var. İmkanı çox olan eləyir, amma olmayan. O da azmaz. Arvad aldı, füsyo bacı yaddan çıxdı. Ay sağ ol, öz ailəsinlə başlar. Yaşayan bir gün. Gözəl, səndən bir dənə xahişim, uşaqları çox oxutma bu şeyləri. Gözəl axşamın xeyir, necəsən qızım? Axşamın xeyir, ürəyim, sağ ol, sən nə tərsən? Sağ olanam, gözəlim mənim. Keyfin əhvalın, işin gücün necədir? Sağ ol, ürəyim, yaxşıyıq, sən Sərbəst yaxşı vaxt ol. olanda qoşuluram, məsələn, gündüzlər sərbəst ola bilmirəm, işə gedirəm, nəvələrimlə məşğul oluram. Bir də görsən, səs eləyirlər. O gün nəvəm deyir ki, nənə, o gözəl xaladı izləyir axı, axşam mən baxanda onlar da baxır. Deyə gözəl xala, necəsən? Sən deyəsən, eşitmədin. Salam söylə məndən. Sağ olanam, öpürəm səni. Vəziyyətin canın başın necədir? Sağ olar ürəyim, sağ ol, siz yaxşı olun. Şükür anam, çox şükür. Çox şükür. Gördüm işində, gücündəsən. Deyəsən, vaxtın olmur, işdə olursan, axşam tərəfi açırsan. Ay, vaxtım olmur, saat 6-ın yarısında gəlmişəm. Vaxt olmur, Elədir də qızım, iş elədir. Hələ məndə evdə heç kim yoxdur, bir dənə nəvələrdir də saat 7 kimi yanımda olur. Sonra 7-dən sonra gedir. Hələ inanırsan, 5 dəqiqə adam vaxt eləyə bilmir. Bizim bu analardan, nəvələrdən əl çəkmir. Uşaqlar analardan əl çəkmir ki. Əlinizi mənə də başıma sürtün ki, mən də nənə olum. Nə olar? İnşallah olarsan. Çünki mən də anam gəl baxsın nəvəzinə. Valla bir dənə nənə olsaydım, heç dərdim olmazdı. Allah eləsin, Allah eləsin. Mən onlarla nəfəs alıram. Bir də görsən ki, hər şey qoyuram qabaqlarına yemirlər.
deyirəm ki, evdə olanda anons hər şey qoyur qabağımıza.